Bismillah, elhamdülillahi rabbil alemin, ve salatu ve selamu ala eşrefil enbiya'i vel murselin, nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Ərəb dilindən silsilə dərslərimiz davam edir. Bugün biz 6-cı dərsi keçəcəyik. 6-cı dərsdə biz ərəb dilində qrammatik cins mövzusunu öyrənəcəyik. Və bildirmək istəyirəm ki, ərəb dilində iki qrammatik cins var. Birinci əl-müzəkkər və müzəkkər deməli sözün mənası, yəni kişi cinsi deməkdir. Müzəkkər. İkincisi isə əl-müənnəs, yəni qadın cinsi. Yəni ərəb dilində iki qrammatik cins var. Kişi cinsi, müzəkkər və qadın cinsi, buna da müənnəs deyilir. Ərəb dilində qrammatik cins, yəni isimlərin müənnəs, qadın cinsi və ya müzəkkər kişi cinsində olması həm onların leksik daşıdıqları leksik mənasına görə, həm də şəkli əlamətlərinə görə müəyyənləşdirilir. Leksik mənasına görə, deməli, qadın cinsində sayılan isimlər canlılardır. Və canlılar dedikdə biz həm insan, həm də insan olmayan canlılar nəzərdə tutulur. Və məsələn, canlılardan bintun, qız, qadın cinsində sayılır. Çünki o, daşıdığı öz leksik mənasına görə və leksik məna dedikdə ismin daşıdığı məna nəzərdə tutulur. Çünki ərəb dilində, ümumiyyətlə tək ərəb dili yox, istənilən bir ismin iki mənası olur. Qrammatik mənası, həm də leksik mənası. Leksik mənası, məsələn, bintun sözü qız deməkdir və qız da bildiyimiz kimi qadın cinsində olduğuna görə deməli müənnəs sayılır. Amma qrammatik məna dedikdə isə, məsələn, ismin tək və ya cəmdə olması və yaxud, məsələn, onun cümlədəki qrammatik mövqeyi və bunlar nəzərdə tutulur. Və leksik mənasına görə, deməli, qadın cinsində sayılan isimlərdən, məsələn, Fatimətu və bildiyimiz kimi Fatimə qız adıdır, qadın adıdır və bu da qadın cinsindədir. Məryəmu, Məryəm, bu da deməli qadın cinsindədir, qadın cinsinin adını bildirdiyinə görə. Və həmçinin ummun, ana, deməli, bu da qadın cinsindədir. Və həmçində deməli insan olmayan qeyri-aqillər isə, qeyri-aqillərdə isə deməli törəmə qabiliyyəti olan və törəyə bilən hər bir canlı ərəb dilində deməli qadın cinsində sayılır. Keçdik şəkli əlamətlərinə görə qadın cinsində sayılan isimlərə. Yəni müzəkkər isimlərin ərəb dilində xüsusi bir əlaməti yoxdur və ona görə də qadın cinsinin isə xüsusi bir əlaməti var. Yəni insan canlı olmayan, yəni əşyalarda qadın cinsinin əlamətlərindən ən çox istifadə olunanı tə-mərbuta, yəni sonu tə-mərbuta. Tə-mərbuta dedikdə, bax bu nəzərdə tutulur, bu işarələr. Və tə-mərbuta sözünün mənası bağlı deməkdir. Yəni, sanki açıq tə, yəni bu açıq tədir və bu açıq tənin sanki mərbuta sözünün mənası düyünləşmiş, bağlanmış, bağlı tə deməkdir. Və sanki bu təni biz bağlayıb, bax bu şəklə salmışıq. Və ona görə də tə-mərbuta ilə, yəni bu əlamətlə bitən deməli cansız isimlər ərəb dilində müənnəs sayılır. Məsələn, səyyəratun, maşın, yəni gördüyümüz kimi tə-mərbuta ilə bitir. Deməli bu qadın cinsindədir. Səətun, deməli tə-mərbuta ilə bitir və qadın cinsindədir. Həqibətun, çanta. Və həmçinin bu da deməli qadın cinsindədir, çünki tə-mərbuta ilə bitir. Və inşallah biz gələcəkdə cəm mövzusu keçəcəyik və bir şey qeyd edeyim ki, yəni tə-mərbuta, bu işarə həmişə qadın cinsinin əlamətini bildirmir. Xüsusən də cəmlərdə, yəni aqil isimlərin, yəni insan varlıqlarını bildirən isimlərin cəmində bu tə-mərbuta heç də qadın cinsi rolunu oynamır. Yəni bu deməli qadın cinsi bildirən tə-mərbuta yalnız cansızlara, cansız isimlərə aiddir. Sonra keçək növbəti qadın cinsində olan deməli isimlərə. Bədən
bədən üzvlərindən cüt olanlar, yəni əl, qulaq, məsələn, yədun əl, riclun ayaq, uzunun qulaq, aynun göz və sair deməli cüt olan isim deməli bədən üzvləri də ərəb dilində qadın cinsində sayılır. Ərəb dilində həmçinin dördüncü istisna sözlər var, müəyyən istisna sözlər var. Hansı ki bu sözlər əslində bunlarda heç bir qadın cinsi əlaməti yoxdur. Sadəcə ərəblərdən bu isimlərə qadın cinsində müraciət olunduğuna görə və ərəblər bunu qadın cinsində istifadə etdiklərinə görə səmai olaraq və səmai deyəndə yəni ərəblərdən eşidilənlərə əsasən bunlar qadın cinsində sayılır. Bunlardan məsələn şəmsun və qidrun və bu cür sözlər məhdud sözlərdir, az sayda sözlərdir və bunları əzbərləməklə yadda saxlamaq lazımdır və inşallah gələcəkdə deməli bu sözlər gəldikcə biz bunları qeyd edəcəyik inşallah. 6-cı dərsin mövzularından biri də həzihi işarə əvəzliyidir. Bayaq biz qadın cinsində olan, deməli, ərəb dilində qadın cinsində olan isimlərin müəyyənləşdirməyin yolunu öyrəndik və bildik ki, ərəb dilində qadın cinsində olan isimlərin deməli, əsasən 4 yolla müəyyənləşdirmək olur. Birincisi, canlılarda leksik mənasına görə qadın cinsində olan isimlərdir və bu deməli qeyri-aqil, yəni deməli heyvanlarda törəmə qabiliyyəti olan isimlər, canlılarda isə, insanlarda isə sözsüz ki, qadın cinsində olan isimlərdir. Sonra şəkli əlamətinə görə təmərbuta ilə bitən isimlər qadın cinsində sayılır. Bədən üzvlərindən cüt olan isimlər və həmçinin dedik ki, ərəb dilində istisna sözlər var. Bunlar da məsələn şəmsun, qidrun kimi yadda saxlamaq lazımdır. Bunlar da qadın cinsindədir. Və indi biz yerinə düşər ki, biz deməli qadın cinsi üçün istifadə olunan işarə əvəzlikləri öyrənək və bu dərsimizdə bizə yaxın üçün istifadə olunan, yəni qadın cinsi müənnəs, mufrad tək və yaxını bildirən işarə əvəzliyi həzihi işarə əvəzliyi deməli öyrənəcəyik. Bundan əvvəl isə biz kişi cinsi üçün olan həzə işarə əvəzliyini öyrənmişdik. Bu həzə kişi cinsi üçündür. Məsələn, bunu cümlədə işlədək. Məsələn, deyirəm ki, həzihi həqibətun. Bu çantadır. Və gördüyümüz kimi həqibətun sözünün sonu tə mərbuta ilə bitir. Bu qadın cinsində. Ona görə də biz buna deməli qadın cinsində işarə edəcəyik. Həzihi həqibətun. Məsələn, həzihi səatun və s. Və ya həzihi bintun. Bu qızdır. Və ya həzihi qidrun. Və qidrun biz bildiyimiz kimi deməli istisna sözlərdəndir, hansı ki ərəb dilində gəlib. Və ya həzihi məsələn yədun. Bu əldir və yədun cüt olduğuna görə və biz buna qadın cinsində deməli işarə edəcəyik. Bu əldir. Və qidrunda qazandır, bu qazandır. Bu dərsimizdə olan qrammatik mövzulardan biri də cümlənin növləri. Yəni ərəb dilində cümlənin növləri mövzusudur. Və bunu qeyd etməliyəm ki, ərəb dilində ümumiyyətlə cümlə dedikdə bildiyimiz kimi bitmiş bir fikri ifadə edən söz və ya iki sözün birləşməsinə deməli cümlə deyilir. Və əvvəl qeyd etdiyimiz kimi, bundan əvvəlki dərsimizdə söz birləşməsi ilə cümlənin fərqi bundan ibarətdir ki, cümlədə fikir bitir. Yəni, məsələn, mən deyirəm ki, Həmidun talibun, Həmid tələbədir. Burada cümlə bitdi. Amma söz birləşməsində isə cümlə bitmir. Və biz bu cümləri öyrənəcəyik ki, ərəb dilində cümlənin hansı növləri var. Ərəb dilində cümlənin iki növü var. Birinci, ismi cümlə və ismi cümlə isimlə başlayan cümlələrə deyilir. Yəni, o cümlə ki, onun əvvəlində isim gəlir, bu artıq ismi cümlə
adlanır. Məsələn, bizim keçdiyimiz Həmidun talibun. Həmid tələbədir. Həmçinin də isim dedikdə biz isim qrupuna daxil olan işarə əvəzlikləri, şəxs əvəzlikləri, ondan sonra və s. sual əvəzlikləri və s. bu kimi deməli sözlər nəzərdə tutulur. Məsələn, Həmidun talibun. Birinci tərəfi deməli Həmidun sözü görürük ki, Həmidlə başlayır bu söz. Həmidun isim olduğuna görə deməli bu ismi cümlədir. Və yaxud deyirəm ki, həzə kitabun. Bu kitabdır. Və burada həzə işarə əvəzliyi isim olduğuna görə, ərəb dilində isim qrupuna daxil olduğuna görə bu ismi cümlə sayılır. Və həmçində şəxs əvəzliyi. Məsələn, deyirəm ki, ənə müdərrisun. Mən müəlliməm və bu da isimlə başladığına görə ismi cümlə sayılır. Və bunu qeyd etmək lazımdır ki, ismi cümlədə həmən bu isimlə başlayan, yəni birinci isim, hansı cümlənin əvvəlində gələn birinci isim, bu mübtəda adlanır. Mübtəda adlanır. Və mübtəda barədə və mübtəda sözünün mənası da elə ərəbcə lüğəti tərcüməsi başlayan deməkdir. Və mübtəda barədə verilən məlumat isə, burada məsələn biz söz cümləmizi Həmidunla başladıq, Həmid. Və xəbər bildirdik ki, Həmid tələbə olduğunu xəbər verdik. Və burada Həmidun oldu xəbər. İkinci cümlədə məsələn biz həzə ilə başladıq cümləmizi və həzə artıq burada mübtəda oldu. Və bildirmək istədik ki, həzə, yəni bu kitab olduğunu bildirdik. Və burada kitabun oldu ərəb dilində, ərəb dil qrammatikasında xəbər olur. Və üçüncü cümlədə yenə də ənə şəxs əvəzliyi ilə başladıq və bildirmək istəyirəm ki, mən müəllim olduğumu bildirmək istəyirəm və burada mən, yəni ənə mübtəda sayılır, müdərrisun isə xəbər sayılır. Feili cümlələrə gəlincə isə feili cümlələr barədə qısa məlumat verəcəm. Çünki feili cümlə gələcək dərslərimizdə biz daha ətraflı öyrənəcəyik. Sadəcə bunu deyim ki, feili cümlə isə feillə başlayan cümlələrə deyilir. Məsələn, xaracə Həmidun minəl fasli. Həmid sinifdən çıxdı. Burada cümlənin əvvəli xaraca feili ilə başladığına görə bu feil cümlədir. Və feili cümlənin özünə xas olan əhkamları var və inşallah biz bunu gələcək dərsimizdə ətraflı öyrənəcəyik. Sadəcə indi bizim mövzumuz, əsas mövzumuz deməli ismi cümlədir. Əsas mövzumuz ismi cümlədir və biz indi ismi cümlənin deməli tərkibi barədə biraz məlumatlarımızı çoxaldaq. Və deməli biz bildirdik ki, ismi cümlə isimlə başlayan cümlədir və birinci başlayan isim mübtəda adlanır. Məsələn, Həmidun sözünü götürək, yenə də Həmidun talibun. Həmid tələbədir. Həmid olur burada mübtəda. Talibun olur xəbər. Daha başqa bir ismi cümlə yazıram. Həmidun fil fasli. Həmid sinifdədir. Burada yenə də Həmidun oldu mübtəda və Həmid barədə biz nə xəbər verdik? Onun sinifdə olduğunu xəbər verdik. Və deməli burada fil fasli hamısı birlikdə xəbər olacaq. Başqa bir cümlə yazıram. Həmidun zəhəbə iləl məscidi. Həmid bazara getdi. Və burada yenə də Həmidun sözü başladığına görə mübtəda oldu.
və zəhəbə iləl məscidi hamısı birlikdə bunlar deməli xəbər oldu. Biz burada deməli fikir versək bu cümlələrə hamısı hər üçü ismi cümlədir. Yəni birinci, ikinci və üçüncü cümlələrin hər birinə fikir versək görərik ki, hər üçü ismi cümlədir. Sadəcə burada fərq nədən ibarətdir? Fərq ondan ibarətdir ki, birinci cümlədə biz Həmid barədə bir sözlə xəbər verdik. Yəni bir sözlə xəbər verdik, Həmid tələbədir. İkinci cümlədə fikir versək, biz Həmid barədə hərf-cər və isimlə, yəni ön qoşma və isimlə xəbər verdik. Üçüncü cümlədə isə biz Həmid barədə bütöv bir cümlə ilə xəbər vermişik. Və burada biz görürük ki, deməli, ismi cümlədə xəbərin üç növü var. Üç növü var. Birinci, deməli, bir sözdən ibarət olan xəbərə ərəbcə deyirlər mufrad xəbər. Mufrad, yəni tək söz. Tək sözdən ibarət olan, deməli, xəbər. İkinci növ xəbərə deyirlər xəbər, yəni ön qoşma, hərf-cər və isimdən ibarət olan, deməli, xəbərə deyirlər şibhu cümlə. Cümlə. Və şibhu cümlə sözünün mənası cümləyə bənzər ifadə deməkdir. Və niyə görə buna biz cümləyə bənzər deyirik? Çünki fil-fasli sözü, sinifdə sözü əslində tam cümlə olmasa da, amma məna etibarı ilə deməli, tam cümlənin mənasını verir. Yəni, sinifdə mövcuddur və ya sinifdə deməli, yerləşir. Və ona görə də buna bu cür deməli, ifadələrə, yəni hərf-cər və isimdən və ya zərf və isimdən ibarət olan deməli, ifadələrə deyilir şibhu cümlə. Cümləyə bənzər deməli, ifadələr. Üçüncü növ isə fikir versək, burada Həmid mübtədadır. Həmid barədə verilən xəbər feili cümlədən ibarətdir. Yəni, bütöv bir cümlə xəbər rolunu oynayıb. Və bunu biz qeyd etməyimizin məqsədi nədir burada? Məqsədi ondan ibarətdir ki, bax, birinci növ xəbərdə, ismi cümlədə, yəni xəbəri tək sözdən ibarət olan, bir sözdən ibarət olan ismi cümlədə xəbər mübtəda ilə iki şeydə uzlaşır. Uzlaşma deyəndə, yəni tabe olur. Birincisi, deməli, ona görə də bu iki növ cümləni biz pozaq. Əsas diqqətimizi yönəldək birinci növə. Deməli, əgər xəbər, ismi cümlədə xəbər tək sözdən ibarətdirsə, bax, bu növ xəbər mübtəda ilə iki şeydə uzlaşmalıdır. Birincisi, deməli, cinsdə, yəni uzlaşma deyəndə, yəni uyğunlaşma, yəni tabe olmalıdır ona, nəzərdə tutulur. Cinsdə, yəni nə deməkdir? Yəni, əgər mübtəda kişi cinsində olarsa, o zaman xəbər də kişi cinsində olmalıdır. Məsələn, Həmidun talibun, Həmid tələbədir. Amma əgər mübtəda qadın cinsində müənnəs olsa, məsələn, Fatimətu və biz Fatimə tələbədir demək istəsək, bu zaman biz talibunu qadın cinsinə, yəni bayaq qeyd etdiyimiz sonuna tə mərbuta əlavə etməklə biz xəbəri qadın cinsinə salırıq və deməli mübtəda ilə uzlaşdırırıq. Olacaq Fatimətu talibətun. Fatimə tələbədir. Və həmçində başqa bir cümlə yazaq. Məsələn, deyirəm ki, Əl-kitəbu cədidun. Amma bunun əvəzinə maşın desəm, Əs-səyyəratu cədidətun olacaq. Təmərbutanı, yəni bu təmərbutanı
xəbərə əlavə etmək üçün, yəni sifətlərə əlavə etmək üçün, sifət mənalı sözləri əlavə etmək üçün nə lazımdır? Deməli, ilk növbədə sözün, məsələn, talibun sözünü yazaq bura. Talibun. İlk növbədə sözün sonundakı bu tənvin atılır, əvəzinə fəthə qoyulur. Sonra təmərbuta artırılır və artırıldıqdan sonra hal əlaməti, yəni un qoyulur, bax bunun üzərinə olur talibətun. Talibun sözü talibətun oldu. Və həmçində digər müdərrisun, müdərrisətun. Məsələn, mühəndisun, mühəndisətun, tabibun, tabibətun, cəmilun, cəmilətun və s. Və bu qaydada biz deməli xəbəri mübtəda ilə uzlaşdırmalıyıq. İkinci uzlaşmalı olan şey, deməli xəbərin mübtəda ilə uzlaşmasında tələb olunan şey, deməli kəmiyyətdir, yəni sayda. Və kəmiyyət barədə biz gələcəkdə inşallah dərs keçəcəyik və dərs keçdiyimiz zamanda bunu biz daha da ətraflı öyrənəcəyik. Hələ isə bizə deməli mövzumuz qadın cinsi, yəni müənnəs olduğuna görə biz deməli ismi cümlədə mufrad xəbərin, yəni tək xəbərin mübtəda ilə cinsdə uzlaşmasını öyrəndik. 6-cı dərsin qrammatik mövzularından biri də li hərfu cəridir. Bu hərfu cər sahiblik və malikiyyət bildirir. Yəni əsas mənası sahiblik bildirir və ın, in, un, ün yiyəli hal deməli şəkilçisi kimi tərcümə olunur və bəzən də üçün kimi tərcümə olunur. Və bu hərfu cər digər hərfu cərlərdən fərqli olaraq, yəni əvvəl keçdiyimiz fi, alə, ilə və min hərfu cərlərindən fərqli olaraq bu hərfu cər sözlərə bitişik formada yazılır. Məsələn, əl-kitabu li hamidin. Hamid, kitab Həmidindir. Və s. Məsələn, əl-qələmu lil müdərrisi. Qələm müəllimindir. İndi isə bu li hərfu cəri ilə əlaqəli bəzi məsələlərə toxunaq. Bu li hərfu cəri əl artiklı ilə başlayan sözlərə qoşulduqda, məsələn, əl-müdərrisu götürək. Əl artiklı ilə başlayan sözlərə qoşulduqda əl artiklının əlifi düşür və söz belə bir formanı alır. Lil müdərrisi. Başqa bir söz yazaq. Məsələn, li hərfu cərini daxil edək ət-talibu sözünə. Tələbə sözünə olacaq lit-talibi. Lit-talibi. Və burada biz görsək, ta şəmsi hərf olduğuna görə digər ləm də yazılmasına baxmayaraq tələffüz olunmur. Əgər li hərfu cəri deməli ləmlə başlayan, yəni əgər li hərfu cərinin qoşulduğu isim əl artiklından sonra daha bir ləmlə başlayan söz olarsa, yəni ləm hərfi ilə başlayan söz olarsa, məsələn, tutaq ki, Allahu ləfzul cələlə, yəni Allah kəlməsi kimi söz olarsa, bu halda li hərfu cəri bu ismə qoşulanda deməli, əl artiklı ümumiyyətlə pozulur. Çünki burada 3 ləm hərfi yanaşı gəlməməsi üçün, çünki ərəb dilində eyni cinsli hərflərin 3 hərfinin yanaşı gəlməsi deməli, bəyənilmir və buna görə də əl artiklı tamamilə pozulur və sonra ləm hərfi qoşulur və nəticədə, son nəticədə Allahu sözü bu şəklə, deməli, bu şəkli alır. Lillah. Yəni, başqa sözlə desək, əgər biz Allahu sözünün, yəni hansısa cümlədə Allahu sözünün kəlməsinin əvvəlində əlif görsək, deməli, bu
Allahu oxunacaq. Əgər bu əlif yoxdursa, deməli biz bilməliyik ki, bura ləm hərfi daxil olur və bu lillahi kimi oxunacaq. Başqa bir söz, məsələn, lini daxil edək əlləbənu, süd sözünə. Əlləbənu. Və nəticədə olacaq lilləbəni. Yəni, sanki sadəcə bir əlif düşmüşdür. Çünki bu ikisi düşür və sonra ləm qoşulduqda həmən bu qayıdır öz yerinə. Və olur lilləbəni, yəni, məsələn, süd üçün və s. Və lilləhi də Allahın və ya Allah üçün kimi tərcümə olunur. Həmçinin li hərfucəri digər hərfucərlər kimi sual əvəzlikləri ilə də işlənə bilirlər. Məsələn, mən sual əvəzliyi kim deməkdir? Və bu sual əvəzliyinin önünə, yəni li hərfucəri qoşulduqda buna limən mənası olur, deməli, kimin? Mənası olur, kimin? Məsələn, mən deyirəm ki, limən həzə, limən həzə. Limən həzə, bu kimindir? Cavab, məsələn, həzə li xalidin. Bu, xalidindir. Və s. digər, deməli, sual əvəzliklərindən də işlənə bilir. Bununla da bizim 6-cı dərsimizin qrammatik mövzuları başa çatdı. İndi isə keçid alırıq 6-cı dərsin kitabdan mətn və qrammatik tapşırıqları oxumağa. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve salatu ve selam ala eşrefil enbiya vel murselin nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. 6-cı dərsin deməli mətn və tapşırıqlarına başlayırıq. 6-cı dərsin qrammatikasında biz ilk növbədə həzihi işarə əvəzliyini keçdik. Və bildik ki, həzihi işarə əvəzliyi müənnəs, yəni qadın cinsi və həmçində qarib, yəni yaxın üçün işlənən işarə əvəzliyidir və mənası bu deməkdir. Və həmçində bu dərsdə biz deməli müənnəs və müzəkkər isimləri keçdik və bildik ki, müənnəs ərəb dilində qadın cinsi, yəni müənnəs isimlər həm deməli öz leksik mənasına görə, həm də şəkli əlamətlərinə görə müəyyənləşdirilir. Və bildik ki, deməli, leksik mənasına görə müəyyənləşdirilən qadın cinsi bu canlılara aiddir. Amma şəkli əlamətlərinə görə isə qeyri-aqil isimlər, daha doğrusu, deməli, cansız isimlər əşyalara aiddir. Həzihi işarə əvəzliyin mənası bu deməkdir. Həzə ibnu Hamidin və həzihi bintu Yəsirin. Bu, Həmidin oğludur, o isə Yasirin qızıdır. Və burada biz fikir versək, biz İbn sözündəki həmzətul vasıl deməli, olduğuna görə biz onu tələffüz etmədik və birbaşa Həzə ibnu Hamidin və həzihi bintu Yəsirin. Bu, Həmidin oğludur, o isə Yasirin qızıdır. Və burada bintu sözü, deməli, qadın müənnəs isim olduğuna görə biz həzihi işarə əvəzliyindən istifadə etdik. Deməli, mənası bu, Həmidin oğludur, bu isə Yasirin qızıdır. İbnu Hamidin cəlisun və bintu Yəsirin vaqifətun. Həmidin oğlu oturmuşdur, oturub, Yasirin qızı isə ayaq üstədir. Vaqifətun ayaq üstə deməkdir. Və burada fikir versək biz, İbn sözü müzəkkər, yəni kişi cinsində olduğuna görə cəlisun xəbəri, deməli,
kişi cinsində işlənib və bintu sözü qadın cinsindən müənnəs olduğu üçün biz vaqifun deməli xəbərinin sonuna tə mərbuta əlavə etmişik və biz bu dərsimizdə həmçinin öyrəndik ki, ərəb dilində mufrad xəbər, yəni tək sözdən, bir sözdən ibarət olan xəbər deməli mübtəda ilə cinsdə və kəmiyyətdə uzlaşır. Və burada da bintu sözü qadın cinsində müənnəs olduğuna görə biz deməli vaqifun sözünün sonuna tə mərbuta əlavə edirik. Və tə mərbuta bildik ki, biz deməli qadın müənnəs isimlərin şəkli əlaməti olmaqla bərabər say və sifətlərin də müənnəsə çevrilməsində istifadə olunur. Mən həzihi, bu kimdir? Həzihi uxtul mühəndisi, bu mühəndisin bacısıdır. Və burada uxtu sözü də qadın müənnəs olduğuna görə həzihi işarə əvəzliyi işlənmişdir. Əhiyyə eydan mühəndisətun, o da həmçinin mühəndisdir. Və burada eydan sözü deməli təzə sözdür, mənası həmçinin deməkdir. Əhiyyə eydan mühəndisətun, o da həmçinin mühəndisdirmi? Və burada yenə də hiyə, yəni söhbət mühəndisin bacısından getdiyi üçün hiyə deməli şəxs əvəzi işlənib və həmçində mühəndisun sözünün sonuna deməli təmərbuta əlavə olunub. Əhiyyə eydan mühəndisətun, o da həmçinin mühəndisdirmi? Cavab, lə, hiyə tabibətun, xeyr, o həkimdir. Səyyəratu mən həzihi, bu kimin maşınıdır? Və səyyəratu sözünü gördüyümüz kimi sonunda tə mərbuta var və buna görə də bu isim müənnəs isim sayılır. Və ona görə də səyyəratu mən həzihi işarə əvəzliyi işlənib. Və ötən dərsimizdən bildiyimiz kimi burada deməli mən sual əvəzliyi deməli hallanmadığına görə səyyəratu sözü izafə olunmasına baxmayaraq dəyişməmişdir. Həzihi səyyəratul mudiri, bu müdirin maşınıdır. Mə həzihi, bu nədir? Həzihi mikvətun, bu ütüdür. Və mikvətun sözünün də sonunda təmərbuta olduğunu üçün mikvətun sözü müənnəs isim, yəni qadın cinsində sayılır. Limən həzihi, bu kimindir? Və burada bizim deməli təzə keçdiyimiz li hərf-cəri var və li hərf-cəri biz bildiyimiz kimi malikiyyət və sahiblik bildirir və həmçində ın, in, un, deməli yəli hal şəkilçisini kimi tərcümə olunur və li hərf-cəri həm isimlərlə, həm də deməli sual əvəzliklərlə işlənə bilir və sadəcə mən sual əvəzliyi dəyişmədiyinə görə li hərf-cəri ona təsir etməmişdir və mənası kimin deməkdir. Limən həzihi, bu kimindir? Həzihi li Xalidin, bu Xalidindir. Ədərracətu Ənəsin həzihi, bu Ənəsin velosipedidirmi? Və dərracətun sözü burada qadın müənnəs isimdir, qadın cinsindədir. Ona görə də deməli həzihi işarə əvəzliyi işlənib. Ədərracətu Ənəsin həzihi, bu Ənəsin velosipedidirmi? Lə, həzihi dərracətu Ammərin, bu Ammarın velosipedidir. Həzihi cədidətun, bu yenidir. Və dərracətu Ənəsin qadimətun, Ənəsin velosipedi isə köhnədir. Və həzihi burada
deməli velosipeddən söhbət getdiyinə görə həzihi işarə əvəzi işlənib və həmçində cədidətun sözüdə fikir versək, cədidun sözünün sonuna tə mərbutə əlavə olunub. Çünki həzihi deməli qadın cinsindədir, müənnəsdir və uzlaşmalıdır. Və dərracətu Ənəsin qadimətun. Ənəsin velosipedi isə köhnədir. Yenə də burada uzlaşma tələb olunur. Çünki dərracətu sözü müənnəsdir və qadimun sözünün sonuna təmərbuta əlavə olunub. Həzihi sə'atu Aliyyin hiyə cəmilətun ciddən. Bu, Əlinin saatıdır. Və sə'atu sözü də müənnəs isimdir, təmərbuta ilə bitir və ona görə də həzihi işarə əvəzliyi işlənmişdir. Bu, Əlinin saatıdır. O, olduqca gözəldir. Burada ciddən sözü mənası olduqca deməkdir. Hiyə cəmilətun ciddən. Həzihi mil'aqatun və həzihi qidrun. Bu, qaşıqdır və mil'aqatun sözü sonunda təmərbuta olduğuna görə həzihi işarə əvəzi işlənib. Və həzihi qidrun. Bu isə qazandır. Qidrun sözünə fikir versək, burada deməli qadın cinsinin əlaməti yoxdur, lakin biz bildiyimiz kimi ərəb dilində bəzi isimlər deməli qadın cinsində, ərəblərdən qadın cinsində eşidildiyinə görə bunlar qadın cinsində qəbul olunur. Baxmayaraq ki, şəkli deməli qadın cinsində olan əlamətləri yoxdur. Və bu cür isimlər məhdud isimlərdir. Məsələn, qidrun sözü bunlardandır və həmçində şəmsun, ardun və s. bu cür sözlər. Əl-mil'aqatu fil-qidri. Qaşıq qazanın içindədir. Həzihi bəqaratul fəlləhi. Bu, əkinçinin inəyidir. Və burada fikir versəniz, bəqaratun sözü deməli qadın cinsindədir, müənnəsdir və ona görə də həzihi işlənib. Və burada izafədir və izafə tərkibində biz bildiyimiz kimi əsas hissə var və əsas hissə deməli birinci hissə götürülür və birinci hissə hansı cinsdədirsə, deməli işarə əvəzliyi də ona uyğun işlənir. Və həmçində birinci tərəf hansı cinsdədirsə və xəbər də birinci tərəfə görə deməli müəyyənləşdirilir. Baxmayaraq burada fəlləhun müzəkkər isimdir, lakin bəqaratun birinci tərəf olduğuna görə əsas bu götürülür. Həzə ənfun. Bu, burundur. Və həzə fəmun. Bu isə ağızdır. Və biz bildik ki, həmçinin dərsimizdə bədən üzvlərindən tək olanlar, yəni ənfun və fəmun kimi, deməli bunlar müzəkkər gedir, kişi cinsində gedir, amma cüt olanlar isə, yəni uzunun, qulaq və aynun kimi bunlar deməli müənnəs sayılır. Həzihi uzunun və həzihi aynun. Bu qulaqdır, bu isə gözdür. Və gördüyümüz kimi, deməli, burada uzunun və aynun cüt olduğuna görə bədən üzvlərindən bunlar qadın cinsində işarə olunub. Və həzihi yədun və həzihi riclun. Bu əldir, bu isə ayaqdır. Və yədun və riclun sözləri də cüt olduğundan müənnəs isimlər qrupuna daxildir. Növbəti tapşırığımızda bizə cümlələr verib və bu cümlələri oxuyub və yazmaq bizdən tələb olunur. Həzə məscidun və həzihi mədrasətun. Bu məsciddir, bu isə məktəbdir. Və gördüyümüz kimi məscidun sözü müzəkkər isimdir, yəni kişi cinsindədir və ona görə də həzə işarə əvəzliyi işlənib. Amma mədrasətun sözünün sonunda təmərbuta olduğuna görə müənnəs isim sayılır və ona görə də həzihi işarə əvəzliyi işlənib. Mən həzihi
Bu kimdir? Həzihi uxtu Abbasin. Bu Abbasın bacısıdır. Və uxtu sözü müənnəs olduğuna görə həzihi işlənib. Həzə dikun və həzihi dəcəcətun. Bu xoruzdur, bu isə toyuqdur. Həzə ibnul mudiri və həzihi bintul müdərrisi. Bu müdürün oğludur, bu isə müəllimin qızıdır. Və burada yenə də İbn sözünün həmzətul vasl olduğuna görə biz həzə ibnul mudiri və həzihi bintul müdərrisi. Yəni həmzətul vasl tələffüz olunmadı. Həzihi ummu Yasirin. Bu Yasirin anasıdır. Əynə qidrul ləhmi. Ət qazanı haradadır? Hiyə fissəlləcəti. Və qidr sözü deməli müənnəs olduğuna görə hiyə şəxs əvəzliyi işlənmişdir. Əynə qidrul ləhmi hiyə fissəlləcəti. O soyuducudadır. Və səlləcətun sözü də deməli müənnəs isimdir. Həzə bəbun və həzihi nafizətun. Bu qapıdır, bu isə pəncərədir. Və nafizətun sözü də təmərbut ilə bitdiyinə görə müənnəs isim qadın cinsində sayılır. Növbəti tapşırığımızda bizə gördüyümüz kimi şəkillər verib. Və bu şəkillər deməli bəzisi müzəkkər, yəni kişi cinsindədir, bəziləri isə qadın cinsində, müənnəs isimlərdir. Və biz mə həzə və ya mə həzihi sual cümləsindən istifadə edib bu şəkillər barədə sual verməliyik və özümüz də cavabında deməli düzgün işarə əvəzliyini işlədib cavab verməliyik. Münasib işarə əvəzliyini işlədib cavab verməliyik. Gördüyümüz kimi birinci şəkildə bizdə qələm verilir və qaləmun sözü müzəkkər kişi cinsindədir. Ona görə biz mə həzə deyə işlədəcəyik. Mə həzə bu nədir? Həzə qaləmun. Bu qələmdir. Qaşıq verilib burada və qaşıq müənnəs isimdir. Və ona görə də biz mə həzihi, yəni həzihi işarə əvəzliyini işlədəcəyik. Bu nədir? Həzihi mil'aqatun. Bu qaşıqdır. Kitab verilib bizdə şəkildə. Mə həzə bu nədir? Həzə kitabun. Bu kitabdır. Mə həzə bu nədir? Həzə qamisun. Bu köynəkdir. Ev verilib bizdə şəkildə və ev müzəkkər isimdir. Ona görə biz həzə işlədəcəyik. Mə həzə bu nədir? Həzə beytun. Bu evdir. Növbəti şəkildə saat verilib bizə və səatun sözü müənnəs isimdir, qadın cinsindədir. Ona görə biz həzihi işarə əvəzliyindən istifadə edəcəyik. Mə həzihi bu nədir? Həzihi səatun. Bu saatdır. Maşın verilib bizə və maşın səyyəratun sözü müənnəs isimdir. Ona görə də həzihi işarə əvəzliyindən istifadə edəcəyik. Mə həzihi bu nədir? Həzihi səyyəratun. Bu maşındır. Mə həzə bu nədir? Həzə bəbun. Bu qapıdır. Ayaq verilib bizə ayaq şəkli və ayaq cüt olduğuna görə müənnəs isim sayılır və ona görə biz həzihi işlədəcəyik. Mə həzihi bu nədir? Həzihi riclun. Bu ayaqdır.
velosiped şəkli verilib, dərracətun və ona görə biz həzihi işarə vəzindən işlədəcəyik. Mə həzihi, bu nədir? Həzihi dərracətun, bu velosipeddir. Yədun əl verilib bizə və cüt olduğuna görə müənnəs sayılır. Mə həzihi, bu nədir? Həzihi yədun, bu əldir. Burun verilib bizə və burun tək olduğuna görə deməli müzəkkər kişi cinsində sayılır. Mə həzə, bu nədir? Həzə ənfun, bu burundur. Fəmun, ağız şəkli verilib. Mə həzə, bu nədir? Həzə fəmun, bu ağızdır. Qazan şəkli verilib və qazan qidrun sözü ərəb dilində istisna sözlərdən olan, qadın cinsində ərəblərdən eşidilən sözlərdəndir. Baxmayaraq ki, qadın cinsi əlaməti yoxdur. Və ona görə də həzihi işarə əvəzliyi işlənəcək. Mə həzihi, bu nədir? Həzihi qidrun, bu qazandır. Mikvətun, ütü şəkli verilib bizə. Mə həzihi, bu nədir? Həzihi mikvətun, bu ütüdür. Kursiyyun, kürsü verilib bizə. Mə həzə, həzə kursiyyun, bu kürsüdür. Soyuducu şəkli verilib, səlləcətun, qadın cinsindədir, müənnəsdir. Mə həzihi, bu nədir? Həzihi səlləcətun, bu soyuducudur. Miftahun, açar şəkli verilib. Mə həzə, bu nədir? Həzə miftahun, bu açardır. Məscid şəkli verilib bizə. Mə həzə, həzə məscidun, bu nədir? Bu məsciddir. Və ulduz şəkli verilib sonuncuda və bu da müzəkkər kişi cinsindədir. Mə həzə, həzə nəcmun, bu ulduzdur. Növbəti tapşırıqda bizə sağ tərəfdə deməli mübtəda və xəbərdən ibarət olan ismi cümlə verilir və bu cümlələrdə gördüyümüz kimi mübtədalar hamısı deməli müzəkkər isimlərdir. Yəni kişi cinsindədir və ona görə də xəbər də mübtədaya uzlaşaraq deməli müzəkkər isimlərdir. Və bu sol tərəfdə isə bizə müənnəs, yəni qadın cinsində olan sözlər verilib və biz deməli bu cümlələrdə olan xəbərləri deməli sol tərəfdə olan qadın cinsində olan müənnəs isimlər üçün uzlaşdırıb deməli cümlə qurmalıyıq. Məsələn, bizdə burada nümunə verib. Muhammedun talibun, Əminətu talibətun. Məhəmməd tələbədir, Əminə tələbədir. Və burada biz bildiyimiz kimi deməli təmərbutadan istifadə edəcəyik. Çünki biz bildik ki, təmərbuta deməli müənnəs isimlərin əlaməti olmaqla bərabər sifət və sayların müənnəs qadın cinsinə çevrilməsi üçün istifadə olunur. Həmidun tabibun, Həmid həkimdir. Burada bizə Fatimətu sözü verib və biz Fatimətu sözünü deməliyik ki, Fatimə həkimdir demək üçün biz tabibun sözünün sonuna təmərbut əlavə eləməliyik. Cavab: Fatimətu tabibətun. Huva muslimun. O müsəlmandır. Burada isə hiyə verilib bizə. Cavab: Hiyə muslimətun. O müsəlmandır. Müənnəsdir. Əl-bəbu muğləqun. Qapı bağlıdır. Ən-nəfizətu muğləqatun. Pəncərə bağlıdır. Əl-mindilu vasixun. Dəsmal kirlidir. Əl-yədu vasixatun. Əl kirlidir. Əş-şəyu hərrun.
Çay istidir. El-qahvətu hərratun. Qəhvə istidir. Və biz bildiyimiz kimi dərsdə öyrəndik ki, deməli isimlərin, sifətlərin və sayların sonuna təmərbuta qoşularkən, deməli tənvin fəthə ilə əvəz olunur, gördüyümüz kimi burada və sonra təmərbuta əlavə olunduqdan sonra deməli tənvin həmən bu təmərbutanın üzərinə qoyulur. El-qahvətu hərratun. El-məscidu bə'idun. Məscid uzaqdadır. El-mədrasətu bə'idətun. Məktəb uzaqdır və ya uzaqdadır. Ət-talibu məridun. Tələbə oğlan xəstədir. Ət-talibətu məridatun. Tələbə qız xəstədir. El-hisanu səri'un. At sürətlidir. Əs-səyyəratu səri'atun. Maşın sürətlidir. El-qaməru cəmilun. Ay gözəldir. Əş-şəmsu cəmilətun. Və əş-şəmsu sözü də deməli ərəblərdən səməi olaraq eşidilən, yəni qadın cinsində gələn şəkli əlaməti olmamasına baxmayaraq qadın cinsində müənnəs olan isimlərdəndir. Əş-şəmsu cəmilətun. Əl-əbu cəlisun. Ata oturmuşdur. Əl-ummu cəlisətun. Ana oturmuşdur. Növbəti tapşırığımızda bizə 5 dənə cümlə verib. Və bu 5 cümlədə səhvlər var. Və bu səhvlər nə ilə əlaqəlidir? Bu səhvlər deməli uzlaşma, müənnəs və müzəkkər, yəni mübtəda ilə xəbərin uzlaşması ilə deməli əlaqəlidir və bu səhvləri biz aşkara çıxardıb deməli bildirməliyik. Məsələn, birinci cümlədə bizə haqibətu mən həzə verilib. Və burada gördüyümüz kimi haqibətu sözü müənnəs isimdir, yəni qadın cinsindədir və ona görə də burada həzə işarə əvəzliyi deyil, həzihi olmalıydı. Düzgün cavab haqibətu mən həzihi belə olmalıydı. İkinci cümlə əl-ğurfətu məftuhun verilib bizə və burada səhv var, çünki əl-ğurfətu sözü təmərbutla bitdiyinə görə müənnəs isimdir. Ona görə də məftuhun sözü deməli qadın cinsində olmalıydı. Düzgün cavab əl-ğurfətu məftuhətun. Otaq açıqdır. Həzə səyyəratut tabibi verilib bizə və burada deməli biz gördüyümüz kimi bizə izafə tərkibli söz verir və izafə tərkibinin deməli söz birləşməsinin birinci tərəfi səyyaratu müənnəsdir, ikinci tərəfi isə müzəkkərdir. Və biz bildiyimiz kimi izafə tərkibində söz birləşmənin birinci tərəfi, yəni mudaf əsas tərəfdir. Və ona görə də uzlaşma birinci tərəfə görə olmalıdır. Və birinci tərəfdə səyyəratun sözü deməli müənnəs olduğuna görə həzihi olmalıydı. Düzgün cavab həzihi səyyəratut tabibi. Bu həkimin maşınıdır. Həzihi miftahus səyyərati verilib bizə və burada yenə də həmən eyni qaydada izafənin birinci tərəfi miftahun müzəkkər olduğuna görə burada həzihi yox, həzə olmalıydı. Düzgün cavab həzə miftahus səyyərati. Bu maşının açarıdır. Əynəs səyyəratu. Maşın haradadır? Cavab huva fiş-şəri'i. Huva işarə və şəxs əvəzliyi burada işlənib. Düzgün cavab isə hiyə olmalıydı. Cavab hiyə fiş-şəri'i. O küçədədir. Növbəti tapşırığımız bizim li hərfu cərinə deməli
aiddir və li hərfi cəri bildiyimiz kimi, keçdiyimiz kimi sahiblik və malikiyyət bildirir və ın, in, un, ün deməli şəkilçisi kimi tərcümə olunur. Hərf-ü cərdir, sözə bitişik yazılır və hərf-ü cər olduğuna görə deməli qoşulduğu ismin sonu deməli kəsrə olmalıdır. Yəni yəlik halda olur. Həzə li Muhammedin, bu Məhəmmədindir. Və zəlikə li Hamidin, o isə Həmidindir. Limən həzihi, bu kimindir? Və li hərf-ü cəri deməli sual əvəzliklərinə də qoşula bilir. Lakin sual əvəzlikləri dəyişmədiyindən oralarda dəyişiklik, burada dəyişiklik baş vermir. Limən həzihi, bu kimindir? Həzihi li Yəsirin, bu Yasirindir. Elhamdülillahi, həmd Allahadır. Lillahil məşriqu vəl məğribu, gün doğan da və gün batan da Allaha məxsusdur, Allahındır. Burada isə bizə 6-cı dərsdə istifadə olunan yeni sözlər verilib. Əl-mikvətu, ütü, əd-dərracətu, velosiped, əl-mil'aqatu, qaşıq, əl-qidru, qazan, əl-bəqaratu, inək, əl-fəlləhu, əkinçi, kəndli, əl-ənfu, burun, əl-fəmu, ağız, əl-uzunu, qulaq, əl-yədu, əl, əl-riclu, ayaq, əş-şəyu, çay, əl-ummu, ana, əth-thəlləcətu, soyuducu, əl-qahvətu, qəhvə, kofe, səri'un, sürətli, ən-nafizətu, pəncərə, ciddən, olduqca.